Salam, hər vaxtınız xeyir olsun. Ekspert rəyinin növbəti buraxılışı ilə xidmətinizdəyik və biz bugün əmək hüquqları haqqında danışacağıq. Əmək hüquqları anlayışı ümumiyyətlə nə deməkdir? Bu istiqamətdə ölkəmizdə hazırda vəziyyət necədir və əmək hüquqlarının qorunması istiqamətində hansı işlər həyata keçirilir? Bugünkü qonağımızla bu barədə danışacağıq. Qonağımız isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Rüfət Əliyevdir. Rüfət müəllim, salamlayırıq sizi. Salam, Xoş gəlmişsiniz. Sizi studiyamızda görmək çox xoşdur və təşəkkür edirik ki, bizə vaxt ayırdınız. Düşünürük ki, bu vacib mövzuda tamaşaçıların məlumatlandırılması çox faydalı olar. Və istərdim elə əvvəlcə ümumiyyətlə əmək hüquqları anlayışı özündə nəyi ifadə edir, bu haqda danışaq. Çox sağ olun Şahin müəllim. Mən də dəvətə görə təşəkkür edirəm. Ümid edirəm ki, bizim bugünkü veriliş məhsuldar keçər və bizi izləyən tamaşaçılarımız da hər hansı bir açıq qalan suallar da olmaz, müəyyən sualların cavablarını taparlar. Əmək hüquqları dedikdə təbii ki, burada ilk öncə əmək hüquqlarının iki tərəfi göz önünə gəlir. Yəni, işə götürən və işçi. Təbii ki, əmək hüquqlarının yaranması birmənalı olaraq işə götürən və işçi arasında əmək münasibətlərinin formalaşması və həmən əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi yolu ilə həyata keçirilir. Əmək hüquqları dedikdə işçinin sərbəst şəkildə özünə iş seçmək hüququdur, hər hansı bir təzyiq və ya məhdudiyyətlər qoyulmadan, gördüyü işə görə razılaşdırdığı şəkildə əmək haqqı almaq, təbii ki, dövlətin müəyyən etdiyi minimum əmək haqqı normasından aşağı olmamaqla, sağlam və təhlükəsiz əmək şəraitində işləmək, normal iş vaxtlarının təmin olunması, istirahət günlərinin təmin olunması, əmək haqqı, ona əlavələr və əmək qanunverici nəzərdə tutulmuş digər təminatların əhatə olunmasıdır. Təbii ki, bunun üçün də bu işə götürənin, işçinin hüquqları olduğu kimi, işə götürənin də müəyyən hüquqları və vəzifələri var. Yəni, əmək müqaviləsi bağlayarkən hər hansı bir ayrı-seçkiliyə yol verməmək, sərbəst şəkildə müqaviləni bağlamaq, eyni zamanda işçilərə sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək, onların əmək haqqlarının vaxt-vaxtında ödəmək, təbii ki, əmək haqqının ödənməsi intervalı da işə götürən və işçi tərəfindən əmək müqaviləsində müəyyən olunur. Həmin əmək haqqının ödənməsini bir dəfəli ödənişdə ola bilər, əmək haqqının ödənməsini ay ərzində iki hissəyə bölünməklə də ödənməsini təmin etmək olar. Və təbii ki, tərəflər arasında sağlam münasibətlərin formalaşdırılmasıdır. Yəni, əmək münasibətləri zamanı tərəflərdən biri digərindən hər hansı bir üstün mövqedə olmasını digərinə göstərməməlidir. Yəni, əmək münasibətləri bərabər hüquqlu münasibətlərdir. Adətən biz görmüşük ki, daha çox da cəmiyyət tərəfindən belə qəbul olunur ki, işə götürən işçidən daha üstün mövqeyə malikdir. Çünki işi o təklif edir, əmək haqqını o təklif edir, amma əslində elə deyil. Yəni, əmək məcəlləsinin və əmək qanunvericiliyinin əsas məqsəd ondan ibarətdir ki, işə götürən və işçi arasında olan hüquqları bərabərləşdirsin. Yəni, işə götürən tamam, yüksək əmək haqqını aşağı təqdim edirsə, işçi ondan həmin əmək müqaviləsini bağlamamaq hüququ var və özünün seçdiyi digər şəxslə, hansı ki, onun istədiyi əmək haqqını ödəməklə əmək müqaviləsi bağlayacağı şəxslə əmək müqaviləsi bağlamaq hüququ var. Və yaxud işə götürən deyil ki... Sadə diləcək, başqa yerə, başqa işə müraciət edə bilər. Təbii ki, eyni zamanda əmək münasibətləri zamanı işçi görsə ki, bunun sağlam və təhlükəsiz əmək şəraiti təmin edilmir. Yəni, təhlükəli bir yerdə işləyir. İşə götürəndən həmin əmək şəraitinin təmin edilməsini tələb etmək hüququ var. Yəni, məcəllə təbii ki, minimum normaları müəyyən etmək şərti ilə və qanunvericiliyi işə götürən və işçini bərabərləşdirməyə çalışır ki, bunlar bərabər hüquqlara və bərabər vəzifələrə malik olsunlar. İşə götürənə hüquq verdiyi kimi vəzifələr də verir, işçiyə də eyni zamanda hüquq verdiyi kimi və vəzifələr verir və bunlar balanslaşdırılmış formada həyata keçirilir. Bu mövzuya qayıdacağıq, Rüfət müəllim. Mən istərdim ki, bu əmək hüquqlarının qorunması mexanizmləri haqqında biz danışaq, məlumat verək bizim tamaşaçılarımıza. Tutaq ki, bu və ya digər işdə çalışan hər hansı bir vətəndaşın əmək hüquqları pozulub və ya o hesab edir ki, əmək hüquqları pozulub.
Bu halda vətəndaş nə etməlidir, hara müraciət etməlidir? Əmək hüquqlarının pozulması bir neçə aspektlərə bir neçə aspektlər vasitəsilə həyata keçirilə bilər. Yəni burada həm fərdi əmək mübahisələri ola bilər, həm inzibati xəta pozuntusu ola bilər. Bu hallarda qanunvericilik bu mübahisələrin tənzimlənməsinin bir neçə hissəyə ayırır. Yəni, əgər tərəflər arasında fərdi əmək mübahisəsidirsə, yəni işçi ilə işə götürən arasında müəyyən bir məsələnin nizama salınmasında fikir ayrılığı yaranırsa, misal üçün, işə götürən tərəfindən işçiyə hər hansı bir inzibati tənbih tətbiq olunub. Aha. İşçi hesab edir ki, bu inzibati tənbih ona səhv tətbiq olunur. İşə götürən hesab edir ki, düz tətbiq eləyib. Artıq bu gətirir, çıxardır fərdi əmək mübahisələrinə və fərdi əmək mübahisələrinə baxan qurumları məcəllədə konkret müəyyən eləyir. Bunlara məhkəmələr və həmkarlar ittifaqları aiddir. Yəni, bu iki qurum fərdi əmək mübahisələrinə öncədən baxan qurumlar siyahısına aiddir. Bəs buna qədər mediasiya deyəsən belə bir... İndi ona da gələcəm. Bunu niyə görə ayırdım? Çünki bu hissə ilə bağlı Konstitusiya Məhkəməsinin plenumunun qərarı da var. Əvvəllər vətəndaşlarda belə mövqe var idi ki, fərdi əmək mübahisələrinə baxan qurumlardan biri də Dövlət Əmək Müfəttişliyi Xidmətidir. Və Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edirdilər. Xidmət tərəfindən müraciətə baxıldıqdan sonra vətəndaşlar həmən fərdi əmək mübahisələrlə bağlı məhkəməyə müraciət edirdilər. Biz isə bildiyimiz kimi məhkəməyə müraciət etmək üçün fərdi əmək mübahisələrlə bağlı iddia müddəti 1 aydır. Xidmət tərəfindən müraciətə baxılandan sonra məhkəməyə müraciət edilirdi və tərəflər əsaslandırırdılar ki, biz fərdi əmək mübahisəsinə öncədən baxan qurum olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişik və orada məsələyə baxıldığına görə müddətdə axımı dayandırılmalıdır. Və bununla bağlı məhkəmələrdə böyük bir ziddiyyətlər yaranmışdı, fikir ayrılıqları yaranmışdı. Yəni o 1 aylıq müddət aşılırdı. Aşılırdı, bəli. Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinə müraciət olundu və Konstitusiya Məhkəməsi plenumun qərarı ilə hüquqi mövqe formalaşdırdı ki, Dövlət Əmək Müfəttişliyi Xidməti inzibati orqan olaraq inzibati xəta hüquq pozuntularının, əmək qanunvericiliyinin pozulmasına görə inzibati xəta hüquq pozuntularının yol verilmiş şəxslər barəsində müvafiq inzibati xəta araşdırması və inzibati orqan olaraq onun səlahiyyətlərinə aid olan digər fəaliyyət üzrə araşdırmaları həyata keçirən qurumdur və bu hər hansı halda fərdi əmək mübahisələrinə öncədən baxan qurumlar siyahısına aid deyil. Bu qərarla artıq Konstitusiya Məhkəməsi həm də 1 aylıq müddətin hesablanmasını və vətəndaşların, hüquqları pozulmuş vətəndaşların müddətin hesablanmasını daha düzgün tətbiq olunmasına, daha düzgün hesablamalarını və düzgün tətbiq etmələrinə şərait yaratdı. Yəni, müfəttişliyə müraciət edirsə, eyni zamanda məhkəməyə də müraciət edə bilərsiniz. Burada bir məhdudiyyət yoxdur. Bu fərdi əmək mübahisələrlə bağlıdır və fərdi əmək mübahisələrlə bağlı müraciət etməmişdən öncə bayaq siz dediyiniz kimi mediasiya şurasına və mediatorlara müraciət olunmalıdır. Bu artıq oturmuş bir təcrübədir, qanunvericiliyə də artıq bu hal oturub və mediasiya institutu artıq daha öncəki dövrlərlə müqayisədə artıq kifayət qədər vacib bir instituta çevrilib və mediasiyaya müraciət edilmədən artıq məhkəməyə müraciət etmək mümkün deyil. Yəni, edilə bilər, sadəcə məhkəmə iddia ərizəsini icraata götürmədən geri qaytaracaq. Çünki artıq mediasiya qaydasında müraciət olmalıdır. Mediasiya nə deməkdir? Mübahisənin məhkəməyə qədər tənzimlənməsi, nizama salınması qaydasıdır. Ola bilər ki, barış sazişi bağlansın, tərəflər razılığa gəlsinlər və artıq məhkəməyə müraciət etməyə lüzum da qalmasın və artıq vaxt itkisi də olmasın. Rüfət müəllim, əmək hüquqları dedikdə ilk ağla gələn əmək müqaviləsi olur və təbii ki, əmək müqaviləsi olmadıqda hər hansı bir hüquqların qorunması az qala qeyri-mümkün olur. Bəs əmək hüquqlarında əsas şərtlər nələrdir və əmək hüquqlarının qorunması baxımından
bu əmək müqavilələrinin dəyişdirilməsi hansı hallarda baş verə bilər? Xüsusən də işə götürən tərəfindən bu əmək müqaviləsi hansı hallarda dəyişdirilə bilər? Çox düzgün sualdır və çox geniş yayılmış bir problemlərdən biridir. Əmək müqaviləsi, təbii ki, əmək müqaviləsi yoxdursa, artıq əmək münasibətləri də rəsmiləşdirilmir və əmək münasibətləri rəsmiləşdirilmirsə və şəxs hər hansı bir işə cəlb olunursa, bunun özü də inzibati xəta pozuntusudur və buna görə cərimə nəzərdə tutulub və işə götürən üçün cərimə nəzərdə tutulub, həm işə götürənin rəhbər vəzifəli şəxsi üçün, yəni direktoru və yaxud digər təşkilatı formatdırsa, həmin şəxs üçün, eyni zamanda hüquqi şəxs üçün. Bu hal qeyri-formal məşğulluğa gətirib çıxarır və bununla bağlı böyük, yəni kifayət qədər artıq uzun müddətdir mübarizə davam edir. Bununla bağlı indi verilişimizin növbəti mərhələlərində daha ətraflı məlumat verəcəm, çünki sırf bu suala əhatə edən məsələ deyil. Əmək müqaviləsinin bağlanması ilə bağlı məcəllədə və əmək məcəlləsində mülki məcəllə arasında böyük bir oxşarlıq var idi müqavilə münasibətlərində. Bir çox hallarda işə götürənlər əmək müqaviləsi əvəzinə mülki hüquqi müqavilələr bağlayırdı əvvəlki dövrlərdə. Xidmət müqaviləsi bağlayırdılar, tapşırıq, komisyon və s. müqavilələr bağlayırdılar. Amma münasibətlərin, tərəflər arasında olan münasibətlərə baxdıqda biz görürdük ki, burada mülki hüquqi münasibətlər deyil, bu əmək münasibətləridir. Yəni, mülki hüquqi münasibətləri əmək münasibətlərindən fərqləndirmək çox qəliz məsələdir. Elə buna görə də bununla bağlı Konstitusiya Məhkəməsi də bir şərh verdi. Konstitusiya Məhkəməsi şərhində göstərdi ki, əmək münasibətlərinin mülki münasibətlərdən əsas fərqi ondan ibarətdir ki, işçi işə götürənin tabeliyində çalışır. Yəni, işçinin iş saatlarını işə götürən tənzimləyir. İşçinin, deyək ki, əmək haqqısı vaxtamız yox, iş amuzdursa, artıq gördüyü işə görə əmək haqqını ödənməsini işə götürən tənzimləyir. İşə götürənin işçiyə intizam tənbihi vermək hüquqları var və məcəllədə nəzərdə tutulmuş işə götürən tərəfindən aparılan digər hallar. Bu, söhbət gedir əmək müqaviləsindən. Yəni, Konstitusiya Məhkəməsi formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, əmək münasibətlərində işçi işə götürəndən əmək funksiyaları prizmasından asılı vəziyyətdə olur. Yəni, işə götürənin işçi üzərində bir rəhbərlik funksiyası var. Onun işini istiqamətləndirir, onun işinə görə əmək haqqı ödəyir, onun işinin sağlam və təhlükəsizliyini təmin edir. Yəni, işə götürənin işçinin işləməyi üçün müəyyən öhdəlikləri yaranır və öhdəlikləri icra etməlidir. Mülki münasibətlərdə isə bu hal yoxdur. Yəni, söhbət həmin o xidməti müqavilələrdir, geniş yayılmış xidməti müqavilələrdən. Onlarda bu hal yoxdur. Orada hər iki tərəf sərbəst tərəflərdir. Hər iki tərəf fərdi sahibkardır. Yəni, bunlar sadəcə olaraq xidmət müqaviləsi bağlayırlar və bir-birlərinin asılılığı yoxdur. Sadəcə olaraq bir tərəf digərinə xidmət göstərməlidir və digər tərəf göstərmiş xidmətə görə müvafiq haqqı və yaxud ödənişi ödəməlidir. Artıq bayaq dediyimiz məsələlər ki, iş saatlarının tənzimlənməsi, sifarişçi, deyək ki, sifarişçinin icra edən şəxs üzərində, yəni iş saatlarının tənzimlənməsindən bağlı hər hansı bir üstünlüyü yoxdur. Sağlam təhlükəsiz əmək şəraitini təmin etməsi üstünlüyü, hüquqi vəzifəsi yoxdur. Yəni, bu hallarda sifarişçi ilə icra edən şəxs arasında xidmət münasibətlərindən başqa digər münasibət yoxdur. Yəni, aralarında asıllıq prizması yoxdur. Burada, Rüfət müəllim, bu sualdan sual doğur. Bu müqavilələrdən, bu cür xidmət müqavilələrdən sui-istifadə hallarının qarşısını almaq üçün hər hansı məhdudiyyətlər, hər hansı şərtlər irəli sürmək olmazmı? Yəni, ən azından tutaq ki, bu müqavilənin müddəti ilə bağlı və yaxud da ki, iş məkanı ilə bağlı. Yəni, xidməti müqavilə, siz dediyiniz kimi, əgər iki belə deyək, sahibkar arasında həyat keçirilirsə, bu zaman bu müddətin illərlə davam etməsi bir qədər artıq suallar yaratmalıdır axı, düzdürmü? Təbii. Və məkan olaraq işə götürənin birinin müəyyən etdiyi, tutaq ki, hər hansı bir müəssisədə, sexdə iş həyatı keçirilirsə, bu da müəyyən suallar yaratmalıdır axı. Təbii ki, elə ona görə də Əmək Məcəlləsinə bu hissə ilə bağlı dəyişikliklər olunmuşdur və 7-ci maddədə
əmək müqaviləsinin bağlanması zəruri olduğu hallar müəyyən olunub. Daha doğrusu 7-ci maddə müəyyən edir ki və müəyyən normalara sadalayır ki, bu hallar olduqda xidmət müqaviləsi bağlanıla bilməz. Bağlandığı halda və bu hal müəyyən olunubsa, dərhal həmin xidmət müqaviləsi ləğv olmalı və əmək müqaviləsi bağlanmalıdır. Bunlardan biri, məsələn, görülən işlərin işçini işə götürənin əsas fəaliyyət istiqaməti ilə əlaqəli olması. Yəni, şərt olaraq deyirəm, hər hansı bir bayaq dediyimiz kimi bir avtomobil təmir sexidir. Bu sexin ya hüquqi şəxs olaraq fəaliyyət göstərir, ya da fərdi sahibkarlıq formasında fəaliyyət göstərir oranı işə götürəni. Və həmən şəxs, hüquqi şəxs və yaxud vəzifəli şəxs, fərdi sahibkar fərq etmədən dövlət qeydiyyatına alınan zaman, yəni sahibkarlıq fəaliyyəti kimi, yəni vöyün alınan zaman, həmin şəxslər fəaliyyət istiqamətləri üzrə hansı işlə məşğul olacaqlarsa, həmin fəaliyyət kodunu müvafiq dövlət orqanında qeydiyyatdan keçirirlər. Və həmin qurumlara əsas digər fəaliyyət növləri kimi əsas fəaliyyət növü də göstərilir. Yəni, bu qurumun, bu hüquqi şəxsin və bu fərdi sahibkarın əsas fəaliyyət istiqaməti, fəaliyyət növü nədir? Bayaq dediyimiz kimi, əgər əsas fəaliyyət növü avtomobil təmiri sexidirsə, bayaq dediyimiz kimi, artıq şəxs digər adamla tilingər vəzifəsi üzrə xidmət müqaviləsi bağlaya bilməz. Yəni, bağlamalıdır əmək müqaviləsi. Çünki həmin şəxsi işçini əsas fəaliyyət istiqaməti üzrə işlərə cəlb eləyir. Bəli. Və bu halda artıq bundan xidmət müqaviləsi bağlanıla bilməz. Eyni məsələ digər sahələrlə bağlıdır. İctimai yaşayış olsun, restoran və digər sahələr. Əsas fəaliyyət istiqaməti üzrə bağlı olan məsələlərlə xidmət müqaviləsi bağlanıla bilməz. İşçi ilə işə götürən arasında. Digər məsələ, tərəflərin arasında bağlanan müqavilənin müddətinin bitməsi və həmən müddətin uzadılması əmək məcəlləsinə tənzimləndiyi kimi tənzimlənərsə. Yəni, əgər tərəflər müəyyən edirlərsə ki, bizim aramızda bağlanmış müqavilə müddətli müqavilədir və müqavilə bitməsinə bir həftə qabaq tərəflərdən biri digərini xəbərdar etməlidir müqavilənin bitməsi ilə bağlı və müqavilə münasibətlərinin davam etməyəcəyi ilə bağlı. Və əgər bunu etmirsə, müqavilə avtomatik olaraq əvvəlki müddətə uzadılmış hesab olunursa, artıq bu əmək müqaviləsi bağlanmalıdır. Deməli, bu həmçinin xidməti müqaviləyə aiddir. Əgər bu edilmirsə və uzadılmırsa vaxtı, bu artıq avtomatik olaraq uzadılmış hesab edilir və artıq əmək müqaviləsi olur. Yox, xidmət müqavilələrində də, mülki müqavilələrdə də belə deyək, müqavilənin prolonqasiyası nəzərdə tutulub. Amma əgər müqavilənin uzadılma qaydası sırf əmək məcəlləsinin 73-cü maddəsində olduğu kimi göstərilibsə, artıq bu nəzərdə tutulursa, artıq onunla bağlı xidmət müqaviləsi bağlanmalıdır. Əmək müqaviləsi bağlanmalıdır. Və yaxud xidmət müqaviləsi bağlanan zaman işçidən əmək kitabçası tələb olunursa, artıq orada yenə də o gətiri çıxardır əmək müqaviləsini. Orada xidmət müqaviləsi tərəf bağlanıla bilməz. Və yaxud xidmət müqaviləsinin tərkib hissələri, əmək müqaviləsinin tərkib hissələri ilə eyni olarsa, yəni məcəllənin 43-cü və 44-cü maddələrində nəzərdə tutulmuş qaydalar eyni tənzimlənirsə, artıq bu əmək münasibətlərinə gəlir və bu hallarda əmək müqaviləsi bağlanmalıdır. Yəni, artıq bu halda xidmət müqaviləsinin bağlanması qanunverici tərəfindən məhdudlaşdırılır. Və daha bir məsələ, əmək müqaviləsinə xitam verilməsi zamanı tərəflərin hüquqları, burada xüsusən də işə götürənin belə deyək, öhdəlikləri, məsuliyyəti, əsas şərtlər bunlar nədir və necə olmalıdır, necə həyata keçirməlidir bu proses? Təbii ki, işə götürən əmək müqaviləsinin ləğvinin əsasları müxtəlifdir. Onlardan biri də işə götürən tərəfindən ləğv olunmadır. İşə götürən tərəfindən ləğv olma hallarını qırağa qoysaq, yəni digər halları da nəzərə alsaq, hər birində işə götürən etməli olduğu müəyyən hərəkətlər var. Məsələn, ən birincidən haldan götürək ki, işçi müraciət edir əmək müqaviləsinə xitam verilməsinə bağlı. İşçinin öz təşəbbüsü ilə müqaviləyə xitam verilməsi. Biz bilirik ki, qanunvericilik işçinin üzərinə müddət vəzifə qoyur ki, əmək müqaviləsinə xitam verilməsini istəyirsənsə, bir təqvim ayı qabaqcadan işə götürəni məlumatlandırmalısan. Və bir təmin o təqvim ayını işə gəlməlisən. Və yaxud məcəllənin 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydada həmən maddədə sadalanan hallar olduğu halda əmək müqaviləsinə
ərizəsində göstərdiyi gün xitam verilməsini tələb edə bilər işçi. Xahiş edə bilər. Bu hansı hallardan söhbət edir? Yəni işçi yaşa görə, əlilliyə görə, yaşa və ya əlilliyə deməli yaşa görə əmək pensiyasına çıxırsa, səhhətlə bağlı olan məsələ və yaxud təhsilini davam etmək üçün hansısa bir təhsil ocağına daxil olursa, yaşayış yerini dəyişirsə, bu hallarda işçi ərizəsində göstərdiyi gün əmək müqaviləsinin xitam verilməsini xahiş edə bilər. Amma işə götürən tərəfindən bu halda əmək müqaviləsinin ləğv olunması imperativ hal olaraq məzələdə müəyyən etməyib. Yəni yazır işə götürən bu halda əmək müqaviləsini ləğv edə bilər, etməlilik göstərmir. Amma birinci halla bağlı hansı ki işçi bir ay qabaqdan ərizə verir ki, mən işdən ayrılmaq istəyirəm. Bizim təcrübəmizdə rastlaşdığımız hallardan biri odur ki, işçi ərizəsini verir, bir ay keçir. İşə götürən işçiyə bildirir ki, mən hələ sizin əmək müqavilənizə xitam vermək istəmirəm. Sizin əvəzinizə yeni bir işçi tapaq, ondan sonra müqavilənizə xitam vermək. Ondan sonra müqavilənizə xitam verərik. Təbii ki, işçi ərizəsini versə də belə xitam əmrini işə götürən verməlidir. Əmək kitabçasını işə götürən belə deyək. Əgər əvvəlki qaydada bağlanmış əmək müqavilələri yazılı formada bağlanan əmək müqavilələri isə əmək kitabçası da təbii ki, orada qeydlər aparılmalıdır. Artıq bugünkü gün düzdür dəyişikliklərdən sonra müqavilə elektron formada bağlanılırsa, artıq burada əmək kitabçasına da ehtiyac qalmır. İşə götürənlər bu halları olub, təcrübədə olub ki, işçiyə bildirib və işçi bununla bağlı bizə müraciət edib. Qanunvericilik birbaşa göstərir ki, əgər bir təqvim ayı işə götürən işçi tərəfindən edilmiş xəbərdarlıq bitibsə, işçinin işə gəlməmək və ondan olan son haqq hesabının aparmasını tələb etmək hüququ var. Və işə götürən bu halda işçinin tələblərini yerinə yetirməyə borcludur. Qanun bunu göstərir. Bizim təcrübəmizdə olub ki, adam ərizəsini verib, işçi ərizəsini verib, bir ay keçib artıq sonra işə gəlməyib, zaten qanunla imkan verir. İşə götürən əmək müqaviləsinə 70-ci maddənin C bəndi ilə xitam verib. Kobud pozuntu, yəni tam iş günü işə gəlməməklə əlaqələndirir bunu. Təbii ki, bu inzibati xəta pozuntusudur və bizə müraciət əsasında biz bu faktı müəyyən etmişik və müvafiq tədbirlərimizi görmüşük. Yəni işçinin hüquqları bərpa olunub. Bəli, təbii ki. Yəni qanun işçiyə imkan verir ki, bir təqvim ayı keçibsə işə gəlməyə bilərsən. Və tələbləri irəli sürə bilərsən və işə götürən bunu etməyə borcludur. Aydın. İşə götürən bunu bilə-bilə bir təqvim ayından sonra işçinin işə gəlməsinə görə onun əmək müqaviləsinə məzəllənən 70-ci maddənin C bəndi ilə xitam verib, yəni kobud pozuntular əsaslandırmaqla ki, işçi işə tam günü gəlməyib. Əmək müqaviləsinin xitamlarının digər əsaslarından biri bayaq sadaladığımızlardan biri olan əmək müqaviləsi müddətinin bitməsi. Bu da işə götürən tərəfindən ləğv əsasları, əmək müqaviləsinin işə götürən tərəfindən ləğv edilməsi üçün müəyyən olmuş əsaslardan biri olmasa da, yəni müqavilə müddətinin bitməsinə əlaqəli olsa da, qanunverici burada işə götürən üzərində müəyyən öhdəliklər qoyur. Yəni, əgər tərəflər müqavilənin bitməsinə bir həftə qalmış, bayaq dediyimiz kimi, əmək müqaviləsinə xitam verilməsindən bağlı biri digərinə xəbərdar etmirsə, yazılı qaydada və yaxud əmasdakı elektron yazışmalar modulu vasitəsilə əmək müqaviləsi əvvəlki müddətə uzadılır. Yox, əgər işə götürən işçiyə deyir ki, bildirirsə ki, bir müqavilə müddətinin sonunda əmək müqaviləsinə xitam verəcəyi müddətin bitməsi ilə bağlı, bu halda müqaviləyə xitam verə bilər. Lakin, məzəllənən 73-cü maddəsinin 2-ci hissəsi müəyyən məhdudiyyətlər müəyyən edir. Yəni, əgər işçi xəstəlikdə, ezamiyyətdə və yaxud məzuniyyətdədirsə, əmək müqaviləsi işə götürən həmən dövrdə əmək müqaviləsinə xitam verə bilməz. İşçi məzuniyyətdən və yaxud xəstəlikdən və yaxud ezamiyyətdən geri qayıtmalıdır. Və geri qayıtdıqdan sonra iş günü əmək müqaviləsinə xitam verilə bilər. Amma xəbərdarlıq həmən dövrlərdə verilə bilər. Xəbərdarlıqda problem yoxdur. Yəni, qanunverici xəbərdarlığın verilməsini istəyir işçi işdə olsun, istəyir xəstəlikdə, ezamiyyətdə, məzuniyyətdə olsun, fərq etməz, o verə bilər. Lakin müqaviləyə xitam işçi işə çıxdığı gün verilə bilər. Bu da bir məhdudiyyət müəyyən edir. Digər hallardan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək şəraitinin şərtlərinin dəyişməsi. Bu da əmək müqaviləsinin xitamlardan biridir və əmək şəraitinin şərtlərinin dəyişməsi ilə bağlı işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Lakin müəyyən prosedurlar həyata keçirildikdən sonra işə götürən tərəfindən öncədən məlumat verilməlidir işçiyə. Əmək şəraitinin şərtlərinin dəyişməsi ilə bağlı. Öncədən dedikdə hər hansı bir müddət varmı? Bir ay qabaqcadan məlumat verilməlidir, bəli. Bir ay qabaqcadan məlumat verilməlidir
məlumat verildikdən sonra işçiyə digər vəzifədə iş təklif olunmalıdır və işçi tərəfindən əgər həmən vəzifə üzrə iş qəbul olunmursa, artıq əmək şəraitinin şərtlərinin dəyişməsi ilə bağlı əmək müqaviləsinə xitam verilə bilər. Digər məsələlər müəssisə mülkiyyətçisinin dəyişməsi ilə bağlı olaraq əmək müqaviləsinə xitam verilməsidir. Təbii ki, burada müəyyən məhdudiyyət var. Bütün işçilərin müqaviləsinə xitam verilməsini qanun qadağan edir, olmaz. Yalnız rəhbər şəxslərin, direktordur, müavindir və deməli 63-cü maddədə nəzərdə tutulmuş digər şəxslər. Bunların müqavilələrinə xitam verilə bilər. Digər şəxslər isə dedikdə, yəni həmən qurumda rəhbər vəzifələrdə həyata keçirilən maliyyə təsərrüfat işlərini görən şəxslər nəzərdə tutulur. Bu halda əmək müqaviləsinə xitam verilə bilər. Lakin yenə də həmən prosedurların həmən prosedurlara riayət edilməsi şərti ilə. Ən çox yayılmış hallardan biri sırf işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi əsaslarıdır. Yəni, müəssisənin ləğv edilməsidir, ştatların ixtisarıdır, işçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və təbii ki, işçisinin öz əmək funksiyalarını kobud şəkildə pozması, düzgün icra etməməsi və sınaq müddəti ilə əmək müqaviləsində özünü doğrultmadıqda. Eyni zamanda dövlət büdcəsində çalışan şəxslərdə çalışma yaş həddinə çatdıqda, yəni 65 yaşa çatdıqda məsələsi. Bu hallarla bağlı ayrı-ayrı prosedur qaydalar müəyyən olunub. Amma hər bir halda bütün prosedur qaydalarına riayət edilməkdə işə götürən tərəfindən xitam verilə bilər. Amma artıq 70-ci maddə ilə xitam verilən zaman qanunvericilik işə götürən üzərində mühüm bir vəzifə qoyur. Xitam əmrini əsaslandırmalıdır. Yəni, işə götürən öz təşəbbüsü ilə işçi müqaviləsinə xitam verirsə, əsaslandırılmadan verilən xitam əmri məhkəmə tərəfindən ləğv oluna bilər. Bu, bir mənalı olan bir yanaşmadır. Bugünkü gün bizim daha çox rastlaşdığımız hallar hansılar ki, işə götürənlər müqavilələrə xitam verirlər. İşçilərin və iş yerlərinin ixtisarı, işçilərin sayının və ştatların ixtisar edilməsi, işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi zamanı onun tutduğu vəzifəyə uyğun olmaması ilə bağlı qərarın alınması, yəni attestasiyaların keçirilməsi və təbii ki, işçi tərəfindən öz əmək funksiyalarının kobud şəkildə pozulması halları. Ülfət müəllim, bu zaman hər hansı bir kompensasiyadan, müavinətdən söhbət gedə bilərmi? Yəni, işçiyə nəzərdə tutulubmu belə bir? Təbii ki, həm ixtisar edilən zaman, məsələn 77-ci maddəsi şəxslərin ixtisar edilən şəxslərin stajlarına uyğun olaraq onlara işdən çıxma müavinətinin verilməsidir. Eyni zamanda xəbərdarlıq dövrünü əgər gözləmək istəmirlərsə, stajlarına uyğun olaraq yenə də o müəyyən olunur. Həmən xəbərdarlıq müddəti əvəzinə də müəyyən kompensasiya ödənməsi məsələləri nəzərdə tutulur. Eyni zamanda bu sırf ixtisarla bağlı olan məsələdir. Ümumiyyətlə, bütün xitam hallarında işçinin əmək müqaviləsinə xitam verilən zaman, xitam verilən gün onun son haqq hesabı ödənməlidir. Bura həm istifadə olunmayan məzuniyyət günləri şamil olunur, həm almadığı əmək haqqılar və ümumiyyətlə qanunvericilik belə bir söz işlədir ki, işçiyə ödənməli olan bütün vəsaitlər. Ola bilər ki, daha əvvəlki hansı aylardasa əmək haqqı tam ödənilməyib və yaxud məzuniyyət pulları ödənilməyib, xitam verilən günü həmən vəsait ödəməlidir. İşə götürənlər bir yanlış bir anlaşılma olur ki, zaten sanki fikirləşirlər ki, biz deyək ki, bir il bundan qabaq hər hansı bir vəsaiti ödəməmişiksə, olur, belə hallar olur. Artıq həmən halın üzərindən bir il keçibsə, mənə heç kim bununla bağlı bir söz deyə bilməz və inzibati xəta tənbihi tətbiq edilə bilməz. Bunun da nədən irəli gəlir? İnzibati xətalar məcəlləsində inzibati tənbihlərin tətbiq olunması üçün müddətlər nəzərdə tutulur. Və bu işə götürənlərdə bir yanlış anlaşma, yanlış təsəvvür gətirir ki, yaradır ki, əgər mən bir il bundan qabaq işçi məzuniyyətə buraxmamışamsa və onun istifadə eləmədiyi məzuniyyətə kompensasiya ödəməmişəmsə və bunun üzərindən bir il keçibsə, artıq mənə bununla bağlı nə məhkəmə tərəfindən qərar qəbul olunur, hər hansı bir qərar qəbul oluna bilər və yaxud hansı bir inzibati orqan tərəfindən. Lakin elə buna görə də məcəllə həmən hissəni tənzimləyir ki, əmək müqaviləsinə xitam verilən gün ona işçiyə ödənməli olan bütün vəsaitlər ödənməlidir. Bəs məzuniyyətlə bağlı qeyd elədiniz, vurğuladınız müəyyən ödəmələr və s. Ümumiyyətlə, bu düşünürəm ki,
əmək hüquqlarının pozulması ilə bağlı ən geniş yayılmış hallardan biridir. İşçilərin məzuniyyət hüquqlarının pozulması. Bu xüsusən də yəqin ki, özəl sektora aiddir. Ümumiyyətlə, illik məzuniyyət dedikdə nə nəzərdə tutulur və bu hüququn qorunması üçün hansı addımlar atıla bilər və buna nəzarət mexanizmi varmı? Yəni, dövlət olaraq, dövlətin bu halda Dövlət Əmək Müfəttişliyi Xidmətindən söhbət gedir. Bu prosesi bilavasitə nəzarət etmək imkanımız varmı texniki cəhətdən ki, bu və ya digər işçiyə məzuniyyət hüququ verilirmi, məzuniyyət hüququndan istifadə edə bilirmi və yaxud ən azından məzuniyyət günlərinin əvəzinə ona hər hansı bir ödəniş olunurmu? Buna nəzarət etmək mümkündürmü? Təbii ki, buna nəzarət etmək mümkündür. Elə bu son dövrlərdə əmasa edilən və qanunvericiliyə edilən son dəyişikliklərlə də bu hissədə xeyli sayda texniki imkanlar da yaradılıb. Ümumiyyətlə, məzuniyyət hüququnun təmin olunması çox ciddi məsələdir və Beynəlxalq Əmək Təşkilatının bununla bağlı ayrıca bir konvensiyası da var. Ödənişli məzuniyyətlər haqqında konvensiyadır. Həmən konvensiyaya görə işə götürənlərə, işçilərə verilən minimum məzuniyyət günləri müəyyən olunub və həmən günlərə mütənasib olaraq bizim əmək məcəlləmizdə də minimum günlər müəyyən olunub, əmək məzuniyyəti günləri, yəni 21 gün və 30 təqvim günü. Təbii ki, bu minimum normalardır. İşə götürənlər daha artıq müddətdə verə bilərlər. Eyni zamanda əsas və əlavə məzuniyyət növləri mövcuddur. Uşaqlı analara görə analara əlavə məzuniyyətlərin verilməsi nəzərdə tutulub, staja görə məzuniyyətlərin verilməsi nəzərdə tutulub. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olan şəxslərin məzuniyyət günləri ayrıca tənzimlənir və demək, ağır və zərərli iş şəraitində çalışan şəxslərin də məzuniyyət hüquqları ayrıca tənzimlənir, yəni müddətlər tənzimlənir. Eyni zamanda Azərbaycan Xalq Qarşısında xüsusi xidmətləri olan şəxslərin də məzuniyyət hüquqları ayrıca tənzimlənir. Burada məsələ nədən ibarətdir? Məzuniyyət hüquqlarının təmin edilməməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsində ayrıca bir maddə var. Yəni 192.5-ci maddə var, hansı ki məzuniyyət hüququnun pozulmasına görə müvafiq cərimənin tətbiq olunmasını nəzərdə tutur. Məzuniyyət hüquqları qanunvericilik göstərir ki, işçilər təbii ki, hər öz iş illəri ərzində məzuniyyətdən istifadə etməlidir. Yəni məzuniyyətin verilməsinin özünün bir mənası da var. İşçilərə həmən məzuniyyət dövründə onların sanki reabilitasiya olunması, yəni işdən sonra o yorğunluqdur, o stressdir, bundan istirahət edib yenidən işə qayıdıb daha məhsullar işləməsinə şərait yaradır məzuniyyət hüquqları. Və təbii ki, müəyyən hallar olur ki, işçilər məzuniyyətdən istifadə etmirlər. Belə hallarda olur. Qanunvericilik bununla bağlı bir mənalı göstərir ki, iş il ərzində əgər işçi hər hansı səbəbdən əmək məzuniyyətindən istifadə etməyibsə, onun kompensasiyası ödənməlidir. Burada şərt varmı ki, məzuniyyət hüququndan istifadə etməmək, yəni işçinin öz təşəbbüsü ilə olub, yoxsa işə götürən, belə deyək, bu və ya digər müddətdə onun məzuniyyətə çıxmamasını istəyir? Olur, belə hallarda olur. Elə ona görə bayaq dedim ki, kompensasiya ödənilməsini məcəllə göstərir ki, hər hansı səbəbdən istifadə etmədikdə kompensasiya bir mənalı olaraq ödənməlidir. Nəzərə almaq lazımdır ki, elə ödənişli məzuniyyətlər haqqında konvensiya da o hissəni çox gözəl tənzimləyir. Konvensiyada göstərilir ki, əmək haqqı ödənilməsi şərti ilə məzuniyyətə buraxılmaması, işə götürən tərəfindən məzuniyyətə buraxılmaması, bu qadağan olunur. Yəni, işə götürən tərəfindən işçiyə bildirilməsi ki, gəl sənə kompensasiya verim, amma sən məzuniyyətə çıxma, bu olmaz. Ödənişli məzuniyyətlər haqqında konvensiya bunu bir mənalı məhdudlaşdırır. Ola bilər ki, işçi ərizə versin, müraciət etsin ki, mən bu il məzuniyyətə çıxmaq istəmirəm və yaxud məzuniyyətin hər hansı bir vaxtından istifadə etmək istəmirəm, həmən məzuniyyət günlərimi növbəti il məzuniyyətinə əlavə edin. Bu ola bilər. Və yaxud işçi hər hansı bir ola bilər ki, digər bir halları zəruri elə bir hal olsun ki, məzuniyyətdən istifadə edə bilməsin. Yəni, biz bilirik ki, məzuniyyət hüququ əmək müqaviləsi bağlanan vaxtdan yaranır. Amma məzuniyyətdən istifadə hüququ artıq 6 ay işlədikdən sonra yaranır. Yəni, 6 ay işləməlidir ki, işlədiyi aylara uyğun olaraq məzuniyyət günləri formalaşsın. Lakin nəzərə almaq lazımdır ki, əmək müqaviləsinə xitam verilirsə,
əmək müqaviləsinə xitam verilən zaman istifadə olunan məzuniyyətə görə ödənilən pul vəsaiti onun əsas məzuniyyətinə görədir. Yəni əlavə məzuniyyətə görə əgər istifadə olunan məzuniyyət haqqı müəyyən olunursa, artıq o son haqq hesabda nəzərə alınmır və qanunverici onun ödənilməsini şərt qoymur. Bunun da əsas səbəblərindən biri odur ki, işçiləri məzuniyyətə çıxmağa təşviq etsin qanunvericilik. Yəni məzuniyyət hüququndan istifadə etsin. Yəni məzuniyyət hüququ yalnız pul demək deyil, məzuniyyət haqqı demək deyil. Məzuniyyət hüququ işçilərin bərpa olunması deməkdir. Sağlamlığı deməkdir. Əlbəttə. Əslində burada çox vacib bir məsələni vurğuladınız və belə aydın oldu ki, bu halda üstünlük daha çox işçiyə verilir və onun hüquqlarının qorunması istiqamətində bu şərtlər irəli sürülüb. Amma siz EMAS-ın adını çəkdiniz. EMAS-da işə götürənlər üçün də müəyyən üstünlüklər var və istərdim bu məsələyə toxunaq. EMAS dedikdə, əmək məşğulluq alt sistemi dedikdə, bu sistemin işə götürənlər, ümumiyyətlə yeniliklər, hansı yeniliklər, son dövrdə hansı yeniliklər olub bu istiqamətdə və işə götürənlərə əsas bu sistemin yaratdığı üstünlüklər? Bayaq elə məzuniyyətlərdən sual verəndə biz o hissəyə toxunduq ki, EMAS-da da bundan bağlı nəzarət mexanizmləri formalaşdırılıb. Bilirsiniz ki, artıq keçən ilin avqustun 12-sindən əmək məcəlləsində dəyişiklik həyata keçirildi və əmək müqavilələri artıq kağızlaşıcı deyil, elektron formada bağlanılır. Yəni əmək müqaviləsini həm işçi, həm də işə götürən imzalayır və sonuncu tərəf imzaladıqdan sonra müqavilə qüvvəyə minir. Əslində sizin birinci sualınızla da bağlı bu hissəyə mən EMAS hissəsinə belə deyək bir növ ayırdım ki, bu hissədə cavab verərik. Müqavilələrə dəyişiklik məsələsi də var idi. Əvvəllər işə götürənlər bir tərəfli qayda əmək müqaviləsi bildirişini dəyişirdilər. Bu haldan biz rastlaşırdıq və işçinin hər hansı bir bununla bağlı razılığı mı olsun, əmək haqqı azaldılırdı, iş saatları dəyişdirdi, işçinin bundan xəbər olmurdu. Yalnız bildirişə dəyişiklik edilirdi. Təbii ki, bu hüquqdan bir sui-istifadə idi. Qanunvericilik həmən dövrdə göstərirdi ki, tərəflər əmək müqaviləsində dəyişiklik yalnız tərəflərin qarşılıqlı razılığı ilə həyata keçirilə bilər. Və işə götürən bundan istifadə edirdi, bu hüquqdan istifadə edirdi, işçinin məlumatını almadan, razılığını almadan əmək müqaviləsi bildirişində müəyyən dəyişikliklər həyata keçirirdi. Artıq elektron müqaviləyə keçiddən sonra bunu eləmək mümkün deyil. Hər hansı bir dəyişiklik olursa, işçi tərəfindən imzalanmanı tələb edir. İşçi tərəfindən elektron formada imzalanmadığı halda həmən dəyişiklik qüvvəyə minmir və hər hansı bir hüquqi əsası da olmur. Demək, əmək müqaviləsinə elektron formaya keçiddən sonra işə götürənlər üçün eyni zamanda EMAS-da müəyyən bir hüquqlar da yaradıldı, müəyyən funksionallıqlar yaradıldı. Artıq onlar üçün EMAS üzərindən vaxt və resurslara qənaət edilə bilər. Yəni onlar artıq bütün kadr karuzgarlığını artıq EMAS üzərindən həyata keçirə bilərlər. Məzuniyyət əmrləri EMAS üzərindən verilə bilər. Məzuniyyət əmrləri EMAS üzərindən verildikcə artıq həmən şəxsin periodik olaraq və qanunda nəzərdə tutulmuş müddətlərdə məzuniyyətə buraxılıb-buraxılmamasının da nəzarət edilməsi bizə imkan yaradır. Bəli. Eyni zamanda sistem üzərindən özləri işə götürənlər şəffaf şəkildə hesabatlıq apara bilərlər. Bütün onların kadr karuzgarlığı EMAS üzərindən həyata keçirildiyinə görə avtomatik EMAS-ın verdiyi müəyyən hesabatlar var və işə götürənlər bunun üzərindən artıq rahat hesabatlığını apara bilərlər. Əmək müqavilələrinin yaradılması, təsdiqlənməsi, qeydiyyatı, bunun üçün əvvəllər bilirik ki, işə götürənlər də belə bir təcrübə var idi. Ayrıca bir kitab qeydiyyatı aparırdılar, jurnal qeydiyyatı olurdu, əmək müqavilələrin qeydiyyatı idi və yaxud hər hansı bir əmrlərin qeydiyyatı aparılırdı həmən jurnalda. Bu daha çox əvvəlki belə bir təcrübə var idi işə götürənlərdə və əmək müqavilələrinin nömrə verilməsi, xitam əmrlərdən nömrələrin verilməsi həmən kitab üzrə arıcıllıq üzrə gedirdi. Artıq ona da ehtiyac yoxdur. Zaten bütün qeydiyyat EMAS üzərindən keçdiyinə görə işə götürənlər o hissələrə vaxt və resurs ayırmadan artıq elektron şəkildə bütün kadr karuzgarlığına elektron sistem üzərinə, EMAS üzərindən həyata keçirə bilirlər. Kağız sənədlərə ehtiyac olmadan bütün elektron sənədlər arxivləşdirilməsi prosesidir. Hamısı EMAS üzərindən həyata keçirə bilir. Statistik təhlillər əldə edə bilirlər, analitik təhlillər əldə edə bilirlər EMAS üzərindən. Yəni EMAS bugünkü gün işə götürənlərə böyük bir imkanlar yaradıb. Daha az resursdan istifadə eləməklə daha çox belə deyək nailiyyətlər əldə edə bilərlər.
Yəni əvvəllər bir işin görülməsi üçün belə deyək, işə götürən daha çox resurs sərf etməyə lazım olurdusa, ayrıca özləri üçün ödəniş cədvəlləri tərtib edirdilər, ödəniş qrafikləri tərtib edirdilər. Artıq buna heç bir ehtiyac qalmır. Artıq əmas üzərindən bütün bu funksionallıqlar aktivləşdirilir və yeniləmələr də davam edir ki, işə götürənlər üçün ayrıca şəraitlər ayrı-ayrı yeni funksiyalallıqlar yaradılsın. Nəzərə almaq lazımdır ki, artıq elektron əmək müqavilələrinin sayı əmək üzərində 1.800.000-in üzərindədir. Təbii ki, bunun böyük hissəsi 99%-i dövlət müəssisələrinin üzərinə düşür, amma özəl müəssisələrin üzərinə düşən hissə müəssisələr üzrə 92%-dir elektron müqaviləyə keçid. Yəni çox cüzi bir hal qalıb ki, burada elektron müqaviləyə keçid hələ ki tamamlanmayıb. O hissələrdə yekunlaşdırılır. Məlumdur ki, qanunvericiliklə də müəyyən müddətlər müəyyən olunmuşdur elektron müqaviləyə keçidlə bağlı və artıq ümumi əmək müqavilələrinin baz fonunda elektron müqavilələrin xüsusi çəkisi 95,65%-dir. Yəni demək olar ki, ölkə üzrə əmək müqavilələrinin demək olar ki, tam olaraq yekunlaşıb, bir balaca hissə qalıb. Təbii ki, nəzərə almaq lazımdır ki, əmək müqavilələrinin fonunda Məcəllənin 7-ci maddəsində nəzərdə tutulmuş elektron əmək müqavilələri, kağız daşıyıcıya bağlanan əmək müqavilələri də hələ mövcuddur. Bu Prezident Fərmanı tərəfindən Prezident Fərmanı ilə müəyyən olunan iş deməli vəzifələrə aid olan hissələrdir. Onlar kağız formada davam edir müqavilələrin bağlanması. Və görünən budur ki, sizin dediklərinizdən anlaşılan budur ki, bu əmas bu sahədə bütün proseslərin nəzarət olunan, nəzarət edilə bilən və şəffaflığına çox böyük bir töhfə vermiş oldu və bu da təbii ki, çox yaxşı bir haldır. Əslində, suallarımız çoxdur, çox dərin bir mövzudur və saatlarla danışmaq olardı bu istiqamətdə. Amma istərdim, vaxtımız çox məhduddur, amma istərdim sonda bir sual da verim. Bu dediyimiz bu nəzarət oluna bilən şəffaflıq baxımından bizdə olan məlumata görə bu prosesə töhfə verə bilən bir layihəniz də var. Dost müfəttiş layihəsi. İstərdim bu haqda da qısa məlumat verəsiniz. Bu layihənin mahiyyəti haqqında danışaq. Təbii ki, Dost müfəttiş layihəsi artıq bir neçə ildir ki, bizdə icrası start verilib və davam edir. Və Dost müfəttiş layihəsini işə götürənlər üçün çox böyük bir üstünlüyü ola bilər. Layihənin məzmunu nədən ibarətdir? İşə götürənlər Dost müfəttiş layihəsinə qoşulmasıyla bağlı bizə müraciət edirlər. Milli Observatoriya ilə bərabər bizim əməkdaşlar tam olaraq müəssisənin fəaliyyətini monitorinqini və auditini həyata keçirirlər. Təbii ki, hər hansı bir cərimə tətbiq edilmədən və hər hansı bir ödəniş alınmadan və həmən müəssisədə olan demək ki, nöqsanlardır və yaxud uyğunsuzluqlardır. Bununla bağlı müəyyən problemləri varsa onları müəyyən edir, zəruri olduğu təlimlər keçirilir və istiqamətlər verilir və müəssisələrin sağlamlaşdırılmasına böyük bir töhfə verir. Yəni, həm əmək mühafizəsi qaydalarının düzgün təmin olunması ilə bağlı, həm işçi işə götürən hüquqlarının düzgün tənzimlənməsi ilə bağlı, bu hissə ilə bağlı böyük bir üstünlük verir. Təbii ki, beynəlxalq artıq praktikada göstərir ki, dövlət əmək müfəttişləri və əmək müfəttişləri və dövlət əmək müfəttişliyi xidməti yalnız inzibati tənbeh tətbiq edən qurum kimi qəbul edilməməlidir. Bu həm də bir məsləhətçi qurum kimi qəbul edilməlidir. Yəni düzgün o əmək qanunvericiliyinə düzgün tətbiqi ilə bağlı istiqamətlər verməlidir və müəyyən belə deyək, məsləhət xidmətləri göstərməlidir. Yəni məsləhət xidmətləri dedikdə hər hansı bir ödənişli məsləhət xidmətlərindən söhbət getmir təbii ki. Bu Dost müfəttiş layihəsindən söhbət gedir. Bizim əməkdaşlar və observatoriya ümumi qiymətləndirməni həyata keçirirlər. Onun böyük bir proqramı var, hansı ki, orada suallar toplusu olur, müəyyən araşdırmalar olur və bu araşdırmaların sonunda müəyyən rəy tərtib olunur və işə götürənlərə təqdim olunur. Təbii ki, Dost müfəttiş layihəsinə cəlb olunmuş müəssisələrin iş prizması da və işin tənzimlənməsi qaydası da artıq fərqli olur. Yəni, onlar əmək qanunvericiliyinin düzgün tətbiqini anlayırlar və necə düzgün tətbiq olunmalıdır, onu başa düşürlər və tətbiq edirlər. Əsas olaraq işçilər üçün ən vacib olan əmək mühafizəsi qaydalarının düzgün tətbiqidir. Demək, bununla bağlı eyni zamanda
dost müfəttiş layihəsində dost müfəttiş layihəsi keçirilən zaman Əmək Mühafizəsi Mərkəzi Publika hüquqi şəxsi də iştirak edir. Əmək mühafizəsi normalarının, standartlarının düzgün tətbiq edib, bütün bu hissələrlə bağlı öz məsləhətlərini verir, öz monitorinqini aparır və daha yaxşı və daha təhlükəsiz əmək şəraitinin yaradılmasına çalışırıq. Həm bizim tərəfimizdən, həm işə götürənlər tərəfindən. Çox gözəl, çox gözəl bir təşəbbüsdür, gözəl bir layihədir və ən əsası da işə götürənlər üçün çox faydalı bir haldır. Faktiki olaraq pulsuz müəyyən xidmətlərin göstərilməsidir, müəyyən məsləhətlərin verilməsidir ki, düşünürük ki, hətta digər dövlət qurumları da bu cür xidmətlər göstərsəydilər vətəndaşlara, işə götürənlərə, sahibkarlara, bəlkə də bu istiqamətdə, digər istiqamətlərdə də pozuntular xeyli azalardı. Çünki bəzən bu pozuntular müəyyən qaydaları, qanunları bilməmə səbəbindən də baş verir. Heç də həmişə bilərəkdən həyata keçirilmir bu pozuntular. Sizə uğurlar arzuluyuruq, Rüfət müəllim, və həqiqətən də çox böyük işlər görülür, çox faydalı işlər görülür və ümid edirik ki, bu istiqamətdə bu görülən işlər öz nəticəsini verəcək və Azərbaycanda əmək hüquqlarının, Azərbaycan ölkəmiz əmək hüquqlarının müdafiəsi, qorunması baxımından da dünyaya bir nümunə ola biləcək səviyyəyə çatacaq. Təşəkkür edirik, bizə vaxt ayırdınız və bizim suallarımızı cavablandırdınız. Xatırladaq ki, bizim bugünkü qonağımız Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Rüfət Əliyev idi. Bu saata bizim müzakirəmiz burada yekunlaşır. Sağ olun, sağlıqla qalın. Dost qapısı verilişinə müraciət etmək üçün telefonu horizontal, yəni yana tutub müddəti 1 dəqiqəni keçməyən video çəkirsiniz. Videonuzun qısa olması digər müraciətlərin də sürətlə cavablandırılması